Təsəvvür edin, böyük bir şəhər illərlə düşmən mühasirəsi altındadır. Aclıq, ümidsizlik, bir dünyasını dəyişən qohumlar, dostlar, tanışlar və bu çarəsizliyin, qorxunun və soyğun içində bir bəstəkar yaşayır. O həmən bu şəraitsizlikdə öz 7-ci simfoniyasını, yəni şah əsərini yazır və həmən o şəhərdə premyerasını keçirir. Bu məşhur 7-ci simfoniya mübarizənin, iradənin və qalib gəlmək istəyinin simvoluna çevrilir. Söhbət Dmitri Shostakovichdən gedir. Cəmi 20 yaşında ilk simfoniya ilə dünya səhməsinə çıxdı. Sonraki illərdə isə böyük sınaqlarla üzləşdi. Blokada altındakı Leningrad, Stalinin təzyiqləri və ideoloji qara siyahılar. 1936-cı ildə Sumbur əvəzinə musiqi məqaləsindən sonra onun yaradıcılığına qadağa qoyuldu. 1948-ci ildə isə formalizm dalğası ilə yenidən təqib olundu. O qorxu içində yaşasa da musiqisindən dönmədi. Çantasında əsas sənədlər və paltarlar həmişə qapının yanında hazır idi. Sanki hər dəqiqə aparılacağını hiss edirdi. Amerikada bu simfoniya bir ildən az olaraq 65 dəfə ifa olundu. Shostakovich'in Azərbaycanda da izi var. O buranı çox sevirdi. 1934-cü ildə o Bakıda ilk solo konsertini verdi. 1949-cu və 52-ci illərdə yenidən qayıtdı. 7 gözəl baletin premyerasında iştirak etdi. Onun musiqisi Azərbaycan bəstəkar məktəbinin inkişafına güclü təsir göstərdi. Görünməyən səs, görünməyən ağrı, amma hər notda bir həqiqət. Shostakovich faciəvi 20-ci əsrin əbədi simvoluna çevrildi. Dmitri Shostakovich'i dinləmək lazımdır.